Gərək mənim qanım bu ümmətin damarlarından axsın ki, bəşəriyyət dirilə bilsin. Haqq uğrunda ölmək və intihar arasındakı fərq nədir? Həzrət Əli bu vəsiyyətnaməyə əməl edirdi, yoxsa etmirdi? Sən saydığı say, gör fələk nə sayır. Hər bir nəfs ölümü dadacaq. Bəlkə də İmam Hüseyin daha çox pul versəydi, bəlkə də şimdi İmam Hüseynin tərəfində döyüşərdi. Bunlar nə ki dindar deyil, bunlar ki insan deyil. Haqq uğrunda mübarizə aparan insanların ölümə baxışı tamam başqa cürdür. Zülmü kökü kesiləndə bu qanın qisası alınır o zaman. Narahat olmayın, yaxşı olacaq. Ancaq bilir ki, ölümə gedirlər. Görürsən, mən ayağımı Şimrin ayaq qoyduğu yerlərə qoymuşam. Yoxsa Hüseynin ayaq qoyduğu yerlərə qoymuşam. Bir liderin ailəsini təhlükəyə aparması necə qiymətləndirilməlidir? Ölmüş ruhları dirildəcək, qəflətdə və yuxuda olan insanları oyadacaq. Bir bu yaşayır, hadi bu yaşamır. Allah da deyir ki, o yaşayır, onlar yaşayır. O necə bir insan olmalıdır ki, prinsiplərini həyatından üstün tutmalıdır? Kütlə atmosferinə İmam Hüseynin yanında olan adamlar niyə düşmədi? İmam Hüseyin hara getsə ondan gələcəm. Yəni əvvəldən elə bu bacının zikri fikri Hüseyin. Əvvəlcədən məlumdursa ki, nəticəni əvvəlcədən bilirik. Bu müqavimətin mənası nə idi? Podkastın gedişatında biləcəksiniz ki, inşallah mövzumuz nədir? İlk olaraq mövzuya girməmişdən qabaq belə bir çətin sual verim hər ikinizə. Haqq uğrunda ölmək və intihar arasındakı fərq nədir? Çox sağ olun. Yaxşı sualdır əslində. Deyərdim, böyük fərq var da, yəni köklü fərq var. Haqq uğrunda ölmək, məsələn, tutaq ki, şəhadət, şəhid bir insan, bir də var intihar edən insan. İntihar edən insan əslində yaşamağa nifrət edir, amma şəhid isə həyata məhəbbəti var. İntihar edən insan qurtulmaq istəyir, şəhid isə canları xilas eləmək istəyir. İntihar edən insan intihar kökü egodan, kindən, küdurətdən qaynaqlanır, amma şəhadətin kökü eşqdir, fədadır, məhəbbətdir. Biri bədbəxt olur, biri qəhrəman olur. Yəni, köklü fərqləri var da. Biri ümumiyyətlə bezir və yaşamağa nifrət edir. Deyir, canım qutarsın hər şeydən. Elə bilir ki, hələ can bu materiyadır. Amma o can heç vaxt qurtarmayacaq. Daha da cəncələ saldı özünü. Amma o biri isə o canını qurban verir daha ali hədəflərə. Ki, qoy canlılar yaxşı nəfəs alsın. Şam kimi əriyir, işıq saçır və o işığın şüasının altında müəlliflər əsər yazır, ziyalılar iş görür. Yəni, hamının boyunda haqq qoyur bir sözlə. Belə. Haqq uğrunda mübarizə dedik, haqq uğrunda mübarizə və intihar edən arasında fərq nədir? Haqq uğrunda mübarizə... Mübarizə yoxsa dünyası, mən tam bu tərəfdən deyim. Ordusa laf gözəl. Haqq uğrunda ölmək də ola bilər, mübarizə də ola bilər. Cavablardan sonra mən açıqlayacağım ki, niyə ilk olaraq bu sualla başladıq. Haqq uğrunda ölən insan üçün ölüm hədəf deyil. Ölüm bir vasitədir və onun mübarizəsinin təbii nəticəsidir. İntiharda isə ölüm hədəfdir. Qəşəng. İntihar edən insan düşünür ki, mən həyatıma son verəcəm. Ancaq haqq uğrunda mübarizə aparan və nəticədə canından keçən insan üçün ölüm hədəf deyil. Bu, yaşamaq istəyir, yaşadmaq istəyir, mübarizə aparmaq istəyir. Ölüm bəzən bu yolun təbii nəticəsi olur. Ancaq bu düşünülmür ki, mən gedim, məhz ölüm, məhz canımdan keçim. Birincidə zəfər var, haqq uğrunda mübarizədə zəfər var. Ümid var, eşq var, həyat var. İkincidə isə bunların əksidir. İntiharda zülmət var, məğlubiyyət var, fərarilik var, qaçış var, təslimiyyət var. Birincidə gələcək nəsillər üçün bir iz qoyur.
İkincidə gələcək nəsillər üçün heç bir izi yoxdur. Daha da bir ləkədir. Ancaq birinciyə baxıb sən ümid alırsan, birinciyə baxıb sən nümunə götürə bilirsən. Birinci məktəbi yaradır, ikinci isə o məktəbi əslində söndürməyə çalışır. Ona görə yəni bu ikisi arasında ciddi şəkildə fərq var. Bəs yaxşı, ölüm ehtimalının %100 olduğunu bilə-bilə bu mübarizəyə gedirsənsə, onda necə olur? Ya bunu ehtimal deyil də, %100 bilirik ki, ölümə gedirik. Bu intihardır, yoxsa bu imandır, bu vicdandır, bu ideologiyanın gücüdür. Bunun adını nə qoyaq? Baxın, məsələ belə cavab verək də, nə üçün gedir? Həqiqət uğrunda, haqq uğrunda gedirsə, ali bir hədəf uğrunda gedirsə, burada həm iman faktoru var, həm vicdan, həm ideologiya. Amma öləcəyini bilir. Öləcəyini də bilir, çox gözəl. Çünki ölüm, belə deyək də, toydu dünya görüşündə sadəcə bir körpüdür. Yoxluq deyil. Yəni, insan ölərkən yox olmur. Əslində, ölümü öldürüb əbədiləşir. Daha da ali bir həyata qədəm qoyur. Bu məsələnin bir tərəfi. Bu tərəfdə də hər üç, sadaladığımız hər üçü var. Həm iman faktoru var, həm ideologiya var, həm vicdan var. İdeologiya deyərkən, yəni ideologiya tohidi dünya görüşündə onun bazası fitrətdir. Fitrət yəni xüsusi yaradılış. Allahın kəlamı ilə desəm, deyir, öz ruhumdan üfürdüm. Yəni, insan elə bir varlıqdır ki, onun xəmiri müəyyən bilgilərlə və duyğularla yoğurulub. Yəni, sıfır dünyaya gəlməyib, ağvərək gəlməyib. İnsanı kitaba bənzətsək, kitabın ön sözünü Allah yazıb. Ön sözünü Allah yazıb və dünyaya göndərib və deyib ki, müəllimləri də verəcəm sənə. Müəllimlərə mən Allah elçiləri, vəli, imam ki, onlar da gəlib həm də yazmağı öyrədir. Və yekunda da insan bir kitab yazır. Kitabı özü yazır. Amma bunun, belə deyək, ön sözünü Allah yazıb, yazmağı öyrədənlər var və buna Allah kömək deyilib, atmayıb başlı başına. Ona görə Quranda bir maraqlı bir ayət keçir. Deyir ki, öz kitabını oxu. Quranda bir ayət. Öz kitabını oxu. Sanki Allah istəyirsə bir müəllifsən. Buyur, nə yazdın? Əl-Əsanın mübarək bir sözü var. Deyir, elə yazın ki, kitab oxuya biləsiniz. Çıxasan belə rahat şəkildə bəşəriyyətin qabağında sən bir kitabı oxuyacaqsan. Oxu görüm, nə yazmısan ümumiyyətlə. Və burada bir məsələ var ki, demək istəyirəm, ideologiyanın kökündə fitrət bazası dayanır və eyni zamanda da Allah Taala insana vicdan da verir. Vicdan da bir növ belə deyək də, bir ölkə nəzərə alın ki, bir məhkəmə sistemi olur, bir icraat orqanı olur, bir də ki, qanunvericilik olur da. Bunlar üçü birlikdə sanki bir ölkəni idarə edir, düzdür? İnsanın da içində bir məhkəmə var da, məhkəmənin də hakimi vicdandır. O vicdanı da Allah verir ki, o tərəzidir də. Məsələn, qışqırır, hayqırır, barmaq yellədir. Amma necə bəzi vaxtlar zəifliyə də bilir. Necə bir insan görsən, qüdrətli bir insandır, vaxtı gələndə sözünü qışqırır cəmaatın üstünə. Amma indi zəifliyib deyənə, dabar əlin tərpədə bilmir, söz deyir. O qədər zəifliyi ki, sözü asla deyir. O qədər zəifliyi ki, da deyə bilmir, gözü ilə işarə edir. O qədər zəifliyi ki, gözlə işarə, nə bir şey. Bəzi vaxtlar vicdan da, insanın vicdanı belə çökür. Heç nə demir. Heç nə deyə bilmir. Ölü kimi bir şeydir. Vicdan anlayışı da burada öz yerini tapdı. O ki, qaldı iman prinsipi. İman da, bilirsiniz, iman ağılla qəlbin sintezidir. Yəni, imanda rasionallıq da var. Ola bilər birinin imanı zəif olar, necə güclənir insan, necə qüdrət, özü bir mövzudur. Üçü bunlar birlikdə birləşir və bunlar üçün bir sintezindən meydana gəlir deyəcəyimiz mövzu ki, orada insan 100% də bilir öləcək. Amma bilir ki, bu ölüm bir dənə iz qoyacaq və bu ölüm həyatın başlanğıcıdır. Bu ölüm bəşəriyyətə həyat verməkdir. Çünki bəşəriyyətin qana ehtiyacı var. O, İmam Hüseynin bir yaxşı sözü var idi, çox mübarək bircə. Deyir ki, bir neçə nəfər burada getməlidir, önə keçməlidir. Mən baxıram ki, bunların içində məndən o tərəfə yoxdur da. Gələk mənim qanım bu ümmətin damarlarından axsın ki, bəşəriyyət dirilə bilsin. O yerdəki şəhadət anlayışı dəyərdən düşüb. O yerdəki hərə deyir, mənim neyimə lazım, hərə öz həyatını yaşayır. Və belə bir məqamda bir nəfər özünü qurban verir ki, belə deyək də, bəşəriyyətə can versin və həyat versin, ali bir hədəf uğrunda addım atır. Bu, eyni həqiqətin uğrunda atılan addımdır və dürüst bir addımdır. Hədislərin təsnifatında bir hədis kriteriyası bütün hədislərdən üstün sayılır. Ona deyirlər, ləfsi mütəvatir hədislər.
Ləfsi mütəvatir hədisin dərəcəsi eyni Quran kimidir. Yəni ifadə olaraq peyğəmbər necə deyibsə, O bir söz olaraq söz gələcək. azaldılmadan, bir söz artırılmadan günümüzə qədər gəlib çıxıb. Buna deyirlər ləfsi mütəvatir. Əksər hədislər məna cəhətindən mütəvatirdir. Yəni peyğəmbər bir cür ifadə eləyib, hədisi dinləyən onu eşidib, ancaq sözbəsöz çatdırmayıb, mənasını çatdırıb. Yəni sən necə deyə bilərsən ki, eyni bu sözü peyğəmbərimiz deyib. Tamlığı ilə o söz bizə çatmır da, məna bizə ötürülür. Buna deyirlər mənəvi mütəvatir. Yəni məna cəhətindən bu hədis olduğu kimi bizə çatıb. Ləfsi mütəvatir əlimizdə 2 dənə hədisdir. Biri Həzrət Əlinin vilayəti barəsində, mən hər kimin mövlasıyamsa, Əli onun mövlasıdır. Bir də ki, bütün əməllər niyyətə bağlıdır. 2 dənə ləfsi mütəvatir var bizim əlimizdə. Bütün əməllər niyyətə bağlıdır. Və bu ciddi bir fərqi yaradan ifadədir. Bir insan əyilib durur, bir insan isə ibadət edir. Zahirdə eynidir. Dəyişən nədir? Niyyət. Bir insan pul verir, biri sədəqə verir. Dəyişdirən nədir? Yenə də niyyətdir. Niyyət ciddi məsələdir. Biri haqq uğrunda şəhid olur, biri isə intihar edir. Hər ikisi bilir ki, bu yolun sonu ölümdür. Dəyişdirən nədir? Yenə də niyyətdir. Çünki intihar edənin niyyəti o əməlində ölməkdir. Haqq uğrunda mübarizə aparıb şəhid olan insanın niyyəti ölmək deyil, yaşatmaqdır. Sanki Rövşən mən bir dənə misal demək olar bu dediyinizə. İkiz uşaqdır, ikiz qardaşdır da. Surətlər eynidir. Amma tam fərqli bəzi vaxtlar. Biri tam fərqli yaşayır, biri tam fərqli yaşayır. Zahiri görüntü eynidir, amma bunların Ruhu niyyəti, başqadır. hədəfi, ruhları başqadır. Bəli, Hə. buyurun. Haqq uğrunda şəhid olan insan ora gedir ki, öz canını versin və əvəzində nəsə alsın. Burada belə deyək də, ciddi bir alış-veriş var. Bu ifadə, əgər belə deyim də, dünyəvi bir ifadə. Ancaq bunun əvəzində şəhid olan insan düşünür ki, haqqı alacaq, düşünür ki, kimlərsə yaşayacaqlar. O yaşayan insan ola bilər, o yaşayan ideya ola bilər, o yaşayan məktəb ola bilər və yaxud da nəsə doğacaq. O doğuş həqiqətin doğuşu ola bilər, azad nəsillərin doğuşu ola bilər. Yəni, şəhid bilir canından keçəcək, 100% ölümdür. Ancaq ortaya qoyduğu canın əvəzində bu nəsə alacağına ümid edir. İntihar edən insan ortaya canını qoyur, əvəzində heç nə almağı gözləmir. Bu elə həyatından keçir. Nə əldə elədi, heç nə. Niyyəti də yoxdur nəsə əldə eləsin. Bu ciddi bir fərqdir. Və yenə də hamısı qayıdır o dediyim o niyyətə. Ki, niyyət bu ikisi arasında o fərqi qoyur. Rövşən mən niyyət deyərkən, yəni ki, insanlardan gözləntisi yoxdur da, o da bir algısı var da, Allahı istəyir də. Yəni düz deyirəm, yoxsa yox. Çünki Bəli, o indi Allaha qovuşmaq, bəzilərində liqa istəyir, görüş istəyir. hətta Məsələn, biraz aşağı da düşək, niyyətin özündə də dərəcə var. düz. Ola bilsin ki, biri vətəni üçün bunu edir. Başqa gözləntisi yoxdur. Ola bilsin biri ailəsi üçün edir, ailəsini qorumaq üçün bunu edir. Ola bilsin biri himayə elədiyi cəmiyyəti qorumaq üçün eləyir. Bu yetimlər ola bilər, bu himayə möhtac olan hansısa körpələr ola bilər. Bəzisi də ola bilsin bunu eləyir Allahın razılığına görə. Bu niyyətlərə görə dərəcə də artır. Ancaq bütün hamısında yenə də niyyət intihardan alidir. Cəmiyyət üçün, vətən üçün, hətta ailəsi üçün, bir şəxs üçün, ola bilsin bir şəxs üçün insan canını fəda eləyir, onu qorumaq üçün. Bu yenə də intihardan dəyərli niyyətdir. Düzdür, bunu sən əgər yaradana görə eləyirsənsə, sən ilahi bir rəngə görə, niyyətin ilahi bir rəngə bulanırsa, burada niyyət daha alidir. Bütün hamısının fövqündədir. Əməlin həyatında ciddi bir şəkildə məna qazanmış olur. Ancaq yenə də bunların hamısında intihar kateqoriyasına heç birini qoymaq mümkün deyil. Yəni bütün bu olmamışdan öncə təbii ki, bu hesab kitab edilir ki, bizi nə gözləyir, %100 ölümdür və o necə bir insan olmalıdır ki, prinsiplərini həyatından üstün tutmalıdır.
Mən belə deyərdim də, o bu addım həyatla ölüm arasında seçim deyil. Deyərdim 2 dənə həyat arasında seçimdir. Həyat və ali həyat arasında seçimdir. Burada ölüm yoxdur. Burada ölüm yoxdur. Burada bir dirilik anlayışı var. Bir də belə deyək də, daha fərqli bir dirilik var. Fərqli bir həyat var. Bundan gözəl bir həyat var. Ali bir, orada əl-qolun daha çox açılır. Daha çox xilas olursan. Necə ana bətnində bir uşaq elə bilir həyat oradan ibarətdir. Biraz elə bilir misal ünvanında da. Amma bu dünyaya gələnə yox ki, həyat var imiş ki. Amma burada biraz adamı bir qəfəsə salır. Qəfəsin ola bilər özü qızıldandır, nə bilim hər nədəndirsə, amma bu da bir qəfəsdir. Yəni istərdim onu deyim ki, o həyat bunun müqabilində heç müqayisə olunmaz hətta. Hətta dəyişim mövzunu. Bu həyat, dünya həyatı, o həyatın müqabilində sanki belə deyək də heç həyat kimi də görünmür. Mən bir dənə ayə çıxmışdı qarşıma. Çox maraqlıdır. Deyir ki, Allah ölümü və həyatı yaratdı. Ölümü və həyatı yaratdı. Görünən budur ki, ölüm özü bir xilqətdir də, yaradılışın bir hissəsidir. Onu xəlq eləyiblər. Yoxluğu xəlq eləmək olmaz ki. Bir şey yoxdur, yoxu nəyi xəlq eləyəcək ki? Deməli, bunu xəlq eləməsi deməli varlıqdır. Amma maraqlı məqam nədir burada? Deyir, ölümü və həyatı yaratdım. Demir, həyatı və ölümü yaratdım. Belə deyək də, hesablamaya görə belə olmalıydı da. Həyatı və ölümü yaratdım. İnsan dünyaya gəlsə ölür, çıxır gedir. Yox, Allah dəyişib mövzunu. Quran pozub bu qaydanı. Deyir, ölümü və həyatı. Sanki dünya həyatına ölüm deyir, o birisi həyata həyat deyir. Sən gör, bizim belə bir deyim var. Deyir yerdən, falan kəs yaşayır. Deyir, bu da yaşayır. Hadi, bu yaşamır. Allah da deyir ki, o yaşayır. Onlar yaşayır. Bu söz ki var ha, şəhid məsələn ölü deyil, diridir. Bu söz xatirinə deyilən söz deyil. Hələ həqiqətən həydir. Həqiqətən bir diriliyi var onun. O fərqli bir dirilikdir. Ki məsələn orada mövzu daha dərin dirilikdir. Daha belə ötə bir həyatdır. Daha ali bir həyat. Ona görə mən bu mövzunu ölüm və həyat arasında yox, 2 həyat arasında seçim görürəm ki, biri ali bir həyatdır, daha üstün bir həyatdır, biri ondan bir pil aşağı bir həyatdır. Dünya həyatıdır. Və bu ali həyata qədəm qoyur. Bütün yəni yalnız şəhidlərmi diridir? Hamı, baxmayaraq ki, hamı diridir. Ancaq amma dirilikdən diriliyə fərq var. Şəhidlik vurğulanır. Yəni bu demək istəmir ki, yalnız şəhidlər yaşayır, ondan qeyriləri ölüdür. Dünyasını dəyişdi, bunlar torpağa qarışdı, yox oldu, getdi. Baxmayaraq ki, bütün ölən insanlar, yaxşı olsun, pis olsun, şəhid olsun, qeyri-şəhid olsun, hamısı diridir. Ancaq şəhidliyin o məqamının üstünlüyünə və aliliyinə görədir ki, sanki dirilik elə şəhidlikdə, şəhid olan insanlarda xülasələnib. Baxmayaraq ki, ayə demək istəmir ki, qeyri-şəhidlər diri deyil. Nə vaxt ki, prinsip həyata bərabərdir. Əgər prinsipin dəyəri həyat qədərdirsə, onda ölməyi o tərcih eləyir. Çünki bilir ki, bu prinsip yaşanmalıdır. Nə vaxt ki, prinsip məktəb yaradır, nə vaxt ki, prinsip insanların qəlbinə dəva olacaq, əlacı olacaq, ölmüş ruhları dirildəcək, qəflətdə və yuxuda olan insanları oyadacaq, onda prinsip uğrunda sən demək olar ki, hər şeyindən keçirsən, hətta canından belə. Çünki dəyər burada çox böyükdür. Və ölüm əslində yoxluq olmadığına görə haqq uğrunda mübarizə aparan insanların ölümə baxışı tamam başqa cürdür. Quran-ı Kərimdə ölüm haqqında məşhur bir ayə var. Hər bir nəfs ölümü dadacaq. Belə bir hadisə olub, doğrudan da olub, bir Quran qarisi olur, Quran hafizi olur. Bu bir xəstəliyə tutulur, bütün beynində olan məlumatlar itir. Hətta öz adını belə unudur, dostlarının, ailəsinin, neçənci ildə yaşayır, hər şey bunun beynindən silinir. Quran-ı Kərim ayələri də beynindən silinir, bir ayədən başqa. O da bu ayədir, bütün insanlar ölümü dadacaq. Kullu nəfsin zaiqatul maut. Ayənin izahında deyirlər ki, ölüm insanı bitirmir. İnsan ölümü yeyir. Yəni deyir ki, hər kəs ölümü yeyəcək. Sən dadırsan, o səni dadırır. Sən dadırsan, ölüm səni bitirmir. Əslində, sən bir alma kimidir. Almanı götürürsən, alma səni yemir ki.
sən almanı bir-bir dişləyirsən, yox eləyirsən, sonunda almadan heç nə qalmır. İnsanlar əksini düşünür. Elə bilir ki, ölüm bizim axırımıza çıxır. Ölüm bizi məhv edir. Və elə bilirlər ki, hər gün biz yoxluğa doğru bir addım atırıq. Sanki biz bir almayıq, ölüm bizi yavaş-yavaş bir dişləm vurur və sonunda bizi yox eləyir. Ayə isə deyir ki, siz Əksinə. yanlış düşünürsünüz. İnsanlar ölümü yeyirlər. Biz deməli hər gün yaşamaqla biz ölümü bitiririk. Və ölümü yeyəndən sonra sən əbədi bir həyata qovuşursan. Şəhidin və haqq uğrunda mübarizə aparan şəxsin baxışı bu cürdür. Yəni bütün həqiqətlər silinsə də bir reallıq var, ölüm reallığı. O heç vaxt silinə bilmir və şəhid də həyata o cür baxır. O cür baxdığına görə bizə görə ağır gəlir ki, necə ola bilər sən həyatından keçirsən? Bu çox ağır bir şeydir də. Çünki bizim əslində bu bir fəlsəfi bir problemimiz var, bir ideoloji bir problemimiz var. Acı haqq uğrunda mübarizə aparan insan həm filosofdur, həm arifdir, həm güclü strateqdir, həm sərkərdədir və bu sanki o məşhur Grossmeisterlər kimi oyunu 1000 oyun qabağa görür. O bilir ki, bu addım hara gedib çıxacaq. Biz məhdud gördüyümüzə görə biz bu cür baxırıq da. Bu getdi, vuruşdu, öldürdülər, yox oldu, getdi. Bu elə bir ki, piyadanı verdi, mən piyadanı utdum. Ancaq bunlar isə daha uzun vadəli düşünürlər. Ən maraqlı məqam da burada budur ki, başa düşür, amma başa salamır da. Çünki onlar başa düşə bilmirlər onu. O dönəmdə yaşayanlar. İmam Hüseyin də bəzən elə cavablar verir ki, deyir ki, Allah bizi şəhid görmək istəyir, Allah bizi əhl-əyalımı əsir görmək istəyir. Nə desin axı? Yəni, biz İmam Hüseyin 14 əsr bugünü görür, baxır milyonlarla insan, ümumiyyətlə dünyanın, dinin, bəşəriyyətin xilası buradadır da. Ona görə bu addım atır da. Nəinki məsələn spontan, qəfil, birdən belə o çılğın adamlar olar, istəndi, getdim, atdım. Belə bir şey deyil ki, İmam Hüseyin hesablayıb, məntiqi hesablama nöqtə və nöqtə və elə bir addım atır ki, bütün gedişatı, dünyanın gedişatını dəyişib. Nəinki məsələn o zamanın gedişatını dəyişib. Yəni dünyaya, əsrlərə təsir edəcək bir hadisədir Kərbəla hadisəsi. Hörmətli izləyicilər, bildiyiniz kimi bugünkü mövzumuz bu danışılanlar hamısı müqəddimə idi və indi keçirik mövzuya Kərbəla. Qəşəng müqəddimə oldu əslində. Məncə daha çox danışmaq olardı. Çünki elə bir mövzudur ki, danışmaqla bitməz. Bəli. Düzdür, amma ki... Çox danışaq. İndi başlayırıq danışmağa. İndi başlayırıq. İndi başlayırıq danışmağa. Kərbəla hadisəsi daha çox dini hadisədir, yoxsa insan psixologiyasının nümunəsidir? Kərbəla hadisəsi cami bir hadisədir. Baxmayaraq ki, müəyyən bir zaman kəsimində baş verdi, məhdud bir yerdə, gözdən İraq bir yerdə, İraqda, Səhrada, Kərbəlada. Özə çəkdilər məsələn, lap belə küncə, bucağa ki, tarixdə içsin, batsın, məsələ qutarsın, getsin. Heç bastırmadılar da, dedilər, onsuz da hər şey bitəcək. Hər şey bitəcək düşündükləri anda hər şey başladı. Sən saydığı say, gör fələk nə sayır. Və elə bir hadisədir ki, belə deyək də, bütün insani, ilahi dəyərlərin nümayiş olunduğu bir sərgiyə bənzəyir. Bütün gözəlliklərin, fəzilətlərin təcəlli etdiyi bir yerdir. Və hətta belə deyərdim ki, Kərbəlada bir ağ səhifə var, bir qara səhifə var. Qara səhifə də özünün pik həddinə çatdırdı. Nə eləyə bilərdisə, pislik onu etdi. Nə eləyə bilərdi də onu etdilər. Məsələn, çox orada belə maraqlı məqamlar var. Adam həm narahat olur onları oxuyanda, eşidəndə. Təsəvvür olun ki, hamı şəhid olandan sonra xeymələrə hücum olur. Orada bir qız uşağının qulağından sırğanı dartırlar. Və dartan ağlayır da hətta. Maraqlı deyə. Elə bir ki, bu deyir ki, yaxşı, niyə dartırsan, niyə ağlayırsan? Deyir ki, yazığım gəlir, onu ağlayıram. Və deyir, niyə dartırsan bu şəkildə? İstəsən ki, verələ. Deyir, onsuz kimsə götürəcəkdir. Bir var pis iş görmək, bir də var pisi pis görmək. Bir var yaxşı iş görmək, bir var yaxşı görmək. Hər iki tərəfin qəhrəmanları, bu tərəfə dırnaq arası qəhrəman deyildi. Onlara qəhrəman deməzlər ki, Ömər Sədi, Şimri, niyə bilərdisə bir bəşər tənəzzül baxımdan onu elədilər. Bu tərəfdə nə etməlidirsə onu etdi. Yəni, həm dərs almaq olar, həm ibrət. Pislərdən ibrət ala bilərik, yaxşılardan dərs ala bilərik. Bir nəfər İmam Hüseyin əleyhissalamın yəqin ki, indi hərəmində olmuşuq çoxlarımız. Orada İmam Hüseynin hərəmi ilə, qəbri ilə Həbibin qəbri arasında bir fasilə var.
İmam Hüseynin qəbri bu tərəfdədir, Həbibin qəbri. 80 yaşında, 70 yaşında kişi ora get-gəl eləyirdi belə. Buradan gedir ora, gedir bura, gedir, gəlir. Ağlaya-ağlaya, düşünə-düşünə. Bir alim deyir ki, axı mən dözmədim. Dedim, sən neynirsən ağsaqqal? Neynirsən sən? Nə üçün? Deyir, gedirsən, gəlirsən, gəlirsən, gəlirsən. Nədir dərdin sən? Düşünürsən, danışırsan. O axsaqqal deyir, qoca mənə bir cavab verdi ki, mənə çox böyük dərs oldu. Cavab o idi ki, dedi, filan kəs, dedim, bəli. Dedi, burada Şimir də get-gəl eləyib, Hüseyn də get-gəl eləyib. Həbib də get-gəl eləyib, Həbib də get-gəl eləyib, Ömər Sət də get-gəl eləyib. Mən fikirləşirəm ki, mən də 70 ildir get-gəl eləyirəm bu dünyada. Görürsən, mən ayağımı Şimrin ayaq qoyduğu yerlərə qoymuşam. Yoxsa Hüseynin ayaq qoyduğu yerlərə qoymuşam. Həbib Məzahirin yolu ilə getmişəm, yoxsa Ömər ibn Sədin yolu ilə getmişəm. Çox düşünürəm ki, mən kiməm. İstəyirəm deyim ki, Kərbəla belə bir dənə hadisədir ki, orada daha geniş, hər cəhətdən araşdırmaq olar məsələni. Həm irfan var orada, həm sosiologiya var orada, həm psixologiya var orada, həm insanşünaslıq var orada, şücaət var orada. Gözünü aç, belə deyək də, elə bir səhnə qurublar ki, adam baxır deyir, ilahi. Hamı özünü tapa bilər, bir sözlə, qısa konkret. Kim özünü tapmaq istəyir, tapa bilər özünü Kərbəlada. Yaxşılar yaxşıların cərgəsində, pislər isə pislərin sırasında. Tapmaq istəyən özünü buyursun tapsın. Məsələn, bura qədər danışdığımız mövzular bu dini mövzulardır, yoxsa qeyri-dini mövzular? Məsələn, siz dediniz, indi başlayırıq Kərbaladan danışmağa. Məncə, hələ dini mövzu olmayıb. Hələ ki, söhbət insandan gedir. Yəni, əslində, ancaq hamısı Kərbala hadisəsinə aiddir. Bura qədər danışdığımız mövzular, baxmayaraq dini mövzunu açmadıq burada, baxmayaraq, nə bilim, burada hansısa mövzuda konkret bir şəxsdən danışılmadı ki, bu Hüseyn ibn Əlidir və yaxud da ki, Şimirdir. Fərqli arketiplər var. Ancaq hamısı deməli, ümumi bəşəri mövzulardır da. Ancaq hamısı da bir tərəfdən də Kərbalaya da aiddir. Deməli, Kərbalanı sən nə qədər diniləşdirsən də belə, orada elə mövzular var ki, bu ümumbəşəri bir mövzulardır. Sən bunu konkret bir xalqa aid eləyə bilməzsən. Konkret bir millətə aid eləyə bilməzsən. Məsələn, biz deyirik, haqq uğrunda mübarizə aparanlar. Bu fikrin və bu fikrin aid olduğu şəxslərin cinsi var, yoxdur. Qadın da ola bilər, kişi də ola bilər. İrqi var, milləti var, milləti yoxdur. Haqq uğrunda mübarizə aparan şəxslər, zaman burada yoxdur, məkan yoxdur. Bu ola bilsin eramızdan əvvəl yaşayıb, ola bilsin indi yaşasın. 1400 il əvvəl yaşayıb, bir 1000 il sonra da. Bunun rəngi yoxdur da. Yəni bu mövzular ümumi mövzudur, ümumi bəşəri dəyərlərdir, milli, tarixi, bəşəri irsdir. Bu irsə qoşulan adamlar var. O qoşulan adam Sakrat da ola bilər, hansı ki, dedilər ki, öz fikrindən vaz keç, adam vaz keçmədi, razı oldu ki, zəhəri içsin, ancaq mübarizəsini davam etdirdi. Sakrat da ola bilər, yəni Sakrat oldu Yunan. Nə vaxt oldu Yunan? İndi bu idealı yaşadan kimsə var da, orada artıq milliyyət gəlir, gündəmə gedir. İndi biz Sakratdan danışsaq, kimsə bizə etiraz edir, bəs indi bu Yunandan danışdınız. Necə absurd olar da bunun bu etirazı? Çünki deyirsən ki, mən Yunandan danışmıram. Mən burada bir filosofdan danışıram. Onun haqq mübarizəsindən və bu mübarizədə geri çəkilməmək əzmindən danışıram. Burada artıq Yunandı deyə bilməzsən. İndi gəlir bunu bir ərəb eləyir. Yəni, eyni haqq uğrunda mübarizəni bir ərəb yaşadır. Yəni, bir şəxs olmalıdır da, bir Rus yaşadır, bir nə bilim Amerikalı yaşadır. İrqin o zaman, ya irq burada önəmli deyildi, ancaq yaşadanlar yenə də fərqi olur. Burada qayıdıb birdən bəziləri deyir ki, bu niyə ərəbdən danışırsınız? İki ərəb vuruşub, indi siz yenə də hər il bunların söhbəti gəlir, aktuallaşır. Sən orada deyirsən ki, o haqqı yaşadan hansısa bir millətin nümayəndəsi olmalıdır da, sən ona baxma. Burada böyük ali dəyərlərdən danışırıq. Hansı ki, bəşəriyyətin tarixinə istiqamət verib, haqqı yaşadıb, məktəbi yaradıb, biz ondan danışırıq. Və bu məqamda artıq nə irs var, nə hətta ideologiya belə yoxdur. Adam ola bilər ki, tamam başqa bir ideologiyadadır, ancaq böyük bir iş görüb. Sən onun o böyük işini fəxrlə deyirsən. Məsələn, 2-ci Dünya müharibəsində Yanuş Korçak adında məşhur bir pediatr olub.
Eyni zamanda uşaqların psixologiyası və uşaqların hüququ barəsində ilk əsərlər qələmə almış bir müəllimdir, bir pedaqoqdur. Yanuş Korçaqın o vaxtı bir yetimlər evi vardı. Bu yetimlər evini himayə eləyirdi 2-ci Dünya müharibəsində. Özü polyakdır, Polşada, Varşavada yaşayır. O vaxtı almanlar Polşaya hücum eləyəndə buna dedilər ki, sən yaxşı müəllimsən, yaxşı pedaqoqsan, yaxşı müəllifsən, gözəl kitabları var. Sənə icazə veririk, Polşanı tərk elə. Ancaq o 200 dənə yetim uşaqlar var ha, onlar bizimdir. Biz onları buraxmayacaq və onları qaz kameralarında öldürəcəyik. Yanuş Korçaq yetimlər evini tərk eləmədi. Adam qaldı sona qədər və sonunda bunları apardılar qaz kameralarına və uşaqlar qorxmasın deyə Korçaq uşaqların əlindən tutmuşdu. Çünki gözünü açandan bunu görüblər də. Onları bağrına basmışdı və onlara ümid verirdi ki, narahat olmayın, yaxşı olacaq. Ancaq bilir ki, ölümə gedirlər. Hamısını aparırlar qaz kamerasına, hamısını da öldürürlər. Adam qaça bilərdi, qaçmadı. Polyakdır. Milləti bizim millətdən deyil, inancı bizim inancıdan deyil. Ancaq bunun hərəkətindən biz bir ibrət olaraq danışa bilərikmi? Danışa bilərik. İndi kimsə etiraz eləsə ki, sən Azərbaycanlısan, bu polyakdan niyə danışırsan? Bu etirazın yeri var, qətiyyən yeri yoxdur. Mən məsələn bəzi əsərlərimdə Korçaqın fərdi inkişaf mövzularında, öz prinsiplərinə sadiq qalma mövzusunda Korçaqdan nümunə verirəm. Necə ki, dünyada minlərlə bədii ədəbiyyatda var ki, Korçaqa istinad edirlər, sırf belə fəaliyyətinə görə. İndi bizim danışdığımız mövzularda, baxmayaraq ki, Hüseyn ibn Əlinin bir dini var, bir milliyyəti var, bir məkanı var, doğulduğu bir tarix var. Ancaq bunlar önəmli deyil. Bunlar qalır pərdə arxasında. Sən baxırsan ki, bu insan neyniyib? Deməli, bu tərəfdə bəşəri mövzudur, sosial mövzudur, sosial psixoloji məqamları var, tarixi məqamları var, fəlsəfi məqamları var. Dini mövzudurmu? Bəli, dini tərəfi də var. Çünki orada ibadətdən danışsaq, təbii ki, bu olacaq artıq dini mövzu. Və yaxud da ki, İmam Hüseynin günorta namazına sədaqətindən danışsaq, namazı qəzaya vermədi, diqqət elədi ki, vaxtında qılsın, burada olacaq dini mövzu. Həm dini tərəfi var, həm ümumbəşəri tərəfi var. Ancaq dini tərəfindən də biz yenə də o ümumbəşəri mesajları bizlər ala bilirik. Daha yaxşı tanımaq üçün məcburam bu sualı verim. Bir liderin ailəsini təhlükəyə aparması necə qiymətləndirilməlidir? Belə deyək, baxın, aparması deyərkən, biraz o tarixi təhlil edəndə görürsən ki, nəinki İmam Hüseyin gətirir, bunlar özləri bir gəlir əvvəldən. Məsələn, Zeynəbin, bacısının özünün bir sözü var ailə quranda, deyir ki, bax, səndən ailə qururam, Abdullaha deyir də, işdir, mən İmam Hüseyin hara getsə ondan yiyəcəm. Yəni, əvvəldən bu bacının zikri fikri Hüseyindir. Yaxud, məsələn, gəlirik, tutaq ki, onun Əli-Əkbər oğluna, yolda hətta mənzillər keçirlərdə müəyyən məntəqələr keçilir. O məntəqələrin birinin adı Sələbədir. Orada hətta İmam Hüseyin bir yuxu görür. İndi yuxudur, mükaşifədir, nədir, hər halda işimin. Orada İmam Hüseyin gözü yaşarır, gözü dolur. Orada deyir ki, nə oldu ata, Əli-Əkbər deyir. Deyir ki, heç Peyğəmbəri cəhdimi gördüm ki, yəni o mənə bir işarə elədi ki, biz ölüm bizə tərəf gəlir, biz ölümə tərəf daha doğrusu geririk. Ölüm bizə tərəf gəlir. Orada Əli-Əkbərin bir sözü var, deyir ki, atacan deyir, bəli, deyir, biz haqqıq, deyir, hə, çox gözəl, hər şey qaydasındadır. Yəni, məsələn, qardaşı oğlu, İmam, bilirsiniz, onu nə qədər çəkindirmək istədi də, yəni, istəmirdi, dedi, gedəsən bəlkə bala, yəni, sənin atan da şəhid olub. O imamı, deyir, mən tarixdə baxıram yazılara, ağlayır. Atasının, əmisinin əlindən, ayağından öpür ki, mən qoyma, tənha qalın. Mən üçün ölüm baldan şirindir. Baldan şirin deyə məntiqə bax, bir 13 yaşında, 14 yaşında uşaq. Ya məsələn, gəlirik, tutaq ki, Əbəlfəz orada, bilirsiniz, hətta ona məktub yazdılar ki, səni azad edirik də bu ülkə, keç bu tərəfə. Sən bir şey eləməyəcək də, yəni, o hətta istənir, cırır o kağızı, yazını ki, yəni, nə məsələdir, siz məndə nə görmüsün, ümumiyyətlə, mənə belə bir fikir deyirsiniz. Yəni, mən bu şəraiti yaratmamışam sizə. Necə cürət edirsiniz buna? Siz nə cürət elədiniz ümumiyyətlə mənə? Və yaxud gəldim, çatdım oradakı olan səhabələrə. Hətta İmam Hüseyin axırıncı gün deyir ki, gedə bilərsiniz də, bulan işi məndəndir. Onlar deyir, getmirik. Hərəsinin bir dənə sözləri var, mən tarixdə baxmışam sizlərə. Yəni, baxın, İmam Hüseyin bəsirətlə apardı, kör-körana aparmadı.
yolu göstərdi onlara. Hətta sonda gözlərindən o pərdələr də çəkildi, həqiqətləri gördülər. Hətta sevinirdilər. Bəzi zarafat eləməyən adam zarafat edir orada. Nə sən zarafat eləmədiyi görməmişdik də bugün elə bir maç oynayacaq. Qəşəng gündür sabahki gün. Yəni ora gələnlər belə deyək də İmam Hüseyn bir yolla, məkirlə, oyunla, məsələn, tutsun, gətirsin, icbar, o, bu adamda da məcbur getməsən bir söz deyib. Belə deyildi vəziyyət. Tam başqa bir fərqdir. Bir də İmam Hüseyn İslamın hədəfi biraz öncə deyildi ki, ali bir hədəf idi və o, belə deyək də, həmən xilqətin hədəfi idi və ailə də o düşüncədə yaşayırdı, o fikirdə yaşayırdı, o zehniyyətlə yaşayırdı. Orada ola bilər, məsələn, bir dənə Əli Əsqərə bəlkə sual verərlər ki, 6 aylıq uşaqdır. Mən deyərdim, Əli Əsqər elə bir Kərbəlanın möhürüdür. Əli Əsqər nöqtə qoydu. Nəyin nöqtəsini qoydu? İmam Hüseyn əleyhissalam sanki bəşəriyyətə bir dənə mesaj verdi ki, mövzu bilirsiniz nə deyir? Mövzu bu deyil, dinlə dindar üzbəüz yanıb. Mövzu budur ki, insani dəyərlərlə anti-insani dəyərlər üzbəüz yanıb. Bunlar nə ki dindar deyil, bunlar ki insan deyil. İnsan deyilin nöqtəsini Əli Əsqər qoydu. Bunlar insan deyillər. 6 aylıq uşağı niyə öldürsən ki? Bunlar elə bir 6 aylıq uşaq nöqtəni qoydu da. Özü düzdür, İmam Hüseyn çox ağır gəlib. Əli Əsqərin hadisəsi çox ağır gəlib. Hətta qeybdən yardım gəldi İmam Hüseynə. Dedi ki, narahat olma Hüseyn, biz götürdük Əli Əsqəri. Yəni, hətta mən sonradan baxdım bəzi tarixdə İmam Sədcələ deyirlər ki, qatillərdən qisas alınıb, deyir, hərmələn oldu. Sözə elə bir nöqtə qalıb da zehinlərdə. İmam Sədcələ hərmələn oldu, deyirlər, oldu, biz başa düşürsünüz. Özü bir dənə maraqlı mövzudur. Məsələn, Muxtarnamə filmində bir dənə başlanğıcda bir epizod var, o kino başlamamış göstərirlər. Orada İmam Hüseyn belə qanı atır. Oradan bir dənə damla düşür, Muxtarnamə yazılır da. Sanki bir rejissor da bir mesaj vermək istəyir ki, yəni Muxtar gəldi, hələ Əli Əsqərin bir damla qanının qisası alıbsa da alıba, yəni Əli Əsqərin qanının qisası o zaman alınacaq ki, dünyadan zülm silinsin, zülm bəşəriyyətin üzərindən getsin, zülmün kökü kesiləndə bu qanın qisası alınır o zaman. Hər halda, yəni, belə cavab vermək istədim, buyursun Rövşən müəllim, fikirləriniz. Bir liderin öz ailəsini, yaxınlarını təhlükəyə məruz qoyması kökündən yanlışdır. Bir liderin öz ailəsini, yaxınlarını zərərə uğratması bu kökündən yanlışdır. Çünki lider öz ailəsini qorumalıdır, onları heç nəyə məcbur etməməlidir, onları himayə eləməlidir. Onların həm mənəvi, həm maddi bir bələdçisi olmalıdır. Ancaq onları təhlükəyə aparır, onları bir faciəyə sürükləyirsə, bunun nə cür sən buna don geydirməyə çalışsan da bunun əsası yoxdur. Ancaq bir liderin yaxınları, ailəsi, liderin hədəflərini, prinsiplərini könüllü olaraq öz prinsipləri bilirsə, onun yaşadığı amalı, öz amalı bilirsə, artıq burada lider təhlükəyə atdı söhbəti keçərli deyil. Burada artıq ortaq mövqe var. Burada artıq müştərək bir baxış var. Və burada gedənlər özləri üçün bir fərddirlər. Bu, hər biri gedir. Kimsə kimisə burada artıq aparmır. Bu ikinci variantda kimsə kimisə sürükləmir. Kimsə kimisə təhlükəyə aparmır. Hər birinin müstəqil seçimi var. Bəzən cəmiyyətə yanlış olaraq təqdim edirlər ki, Hüseyn ibn Əli ailəsini təhlükəyə apardı. Sanki onları məcbur elədi. Sanki saldı arxasına məcburən apardı. Ancaq biz baxıb görürük ki, Hüseyn ibn Əlinin qardaşı da var idi, Məhəmməd Hənəfiyyə. Adam getmək istəmədi, məcbur eləmədi. Bir qrup başqa qohumları da var idi. Getmək istəmədilər, məcbur eləmədi. Və Kərbəlaya qədər, hətta Kərbəladan əvvəlki gecəyə qədər İmam Hüseyn dəfələrlə hamısına deyirdi ki, onların işi mənimlədir. Siz azadsız, hara istəyirsiniz, gedə bilərsiniz. Və biz nə görürük? Biz baxıb görürük ki, baxmayaraq onlar üçün belə bir şərait yaradıldı, qaçmaları üçün, canlarını xilas etmək üçün. Qalanlar o seçimlərinin son ana qədər fərqinə vardılar ki, biz nə edirik? Düzdür, bir çoxu getdi, əksəri qaçdı. Hətta həmən gecə belə
bir çoxu getdi. Ancaq kim ki qaldı, artıq Hüseyn İbn Əli bunları təhlükəyə sövq elədi, sən deyə bilməzsən heç biri barəsində. Çünki onlar üçün azad seçim verilmişdi. Onlar seçimləri oldu Hüseynin yolu. Anlaqlı seçim etdilər. Anlaqlı şəkildə bu addım atdılar. Ona görə təhlükəyə məruz qoydu, məcburi bunlar apardı. Xanımlara belə İmam Hüseyn seçim azadlığı verdi. Hər birinə belə dedi ki, yəni siz gedə bilərsiniz. Hətta tövsiyə olundu Yəmənə getsinlər, Mədinəyə getsinlər, sizlə işləri olmayacaq. Məni ələ keçirəndən sonra heç biri getmədi. Dedi ki, yəni biz əslində sözlərindən bunu başa düşürsən, onlar dedilər ki, yəni biz bu yolu sənə görə seçməmişik ki, biz bunu düz bilirik. Bu bizim, yəni bu yol ilahi bir yoldur. Yəni kökündə yenə də bunu Allahla bağladılar. Yəni belə də deyildi ki, lider kör-körənə bir qərar verdi. Bunlar liderə o emosional bağlılığına görə da neyniyə bu gedir elə biz də arxasınca gedək. İbrahim İsmail qissəsi ki var, qurban mövzusu. İbrahim İsmaili kör-körənə qurbangaha aparmadı. Bəli. Gəldi oturdu, dedi bala. Bəs inni əra, mən bir yuxu görmüşəm, mənim də yuxum peyğəmbərəm, həqiqətdir. Sənə qurban kəsməliyəm. Mən səndən açıq aydın danışıram. O da qayıdır, qəşəng cavab verir ki, necə əmr olunubsa elə elə. Yəni, o yan bu yana olmasın. Allah necə deyib elə də elə. İnşallah mən səbr eləyəcəm. Və hətta Hacar xanım da məsələdən agah olur. Hətta məsələn görsən, İblis bir cür Hacar xanıma həmlə eləmək istəyir, bir cür İsmailə, bir cür İbrahimə. Bunlar hamısı olan eynirlər, sanki o daş atırlar da, yəni çəkil kənar, yolumuzdan çəkil kinən. Yəni bir ailə yığışır bir yerə, bir dənə böyük bir ayinin təməli qoyulur. Həcc kimi ayinin təməli qoyulur. Yəni həccin arxasında bir dənə ailə dayanıb. Bu Kərbəlada da bir dənə gəlirsən səhnənin bu yüzünə baxsan, ailə dayanıb və səhabələr ətrafına yığışıb, yəni mübarək, bərəkətli bir ailə dayanıb. Belə bir Kərbəlada həccin bir başqa, belə deyək də, bir başqa... Bir-birinə bağlıdır, əslində eyni yoldur. Eyni məktəbdir. Bir dənə incə fərq var ki, incə də deyərdim, bəlkə deyərdim, incə dəfə deyil, böyük fərqdir. Məsələn, orada İsmail kesilmədi, qaytardı Allah Taala İsmail İbrahimə, burada amma məsələn Ələkbər getdi. Orada məsələn xanım getdi o yana, bu yana su arxasıcan bir yerdə zəmzəm qaynadı. Amma bunlarda məsələn bir yerə gəldi çatdı ki, su tapa bilmədilər axırda. Hətta suyu Əbəlfəz gətirəndə gətirib çatdıra da bilmədi. Orada dayandı da Əbəlfəz. Əbəlfəz niyə meydana qayıtdı, tam getmədi? Məqtəl budur. Bir dənə yerdə dayandı. Nə qədər ox vurdu, bitər gedirdi. Amma məşqə ki, ox deyəndə, su töküləndə Fəvəqa Fəl-Əbbas tarixdə belə dayandı da getməyə nə mənası var? Mən bura gəlmişim, su gətirim. Yəni, demək istəyirəm, orada olan o situasiyalar elə bil ki, Məqtəllə İmam Hüseynin qətl olduğu yer Xeymə. Sanki Səfa ilə Mərvədir də gedir, xanım Zeynəb gəlir. Bu tərəfdən məsələn Zəmzəmin bir başqa cür Fərat məsələsini əlaqələndirə bilərsiniz. O tərəfdən qurbangah, burada da bir qurbanlar. Burada bir başqa, orada bir səhra idi, quruluq idi da bilirsiniz də. Hətta Quran-ı Kərim deyir ki, qeyri zizər'in, elə bir yer idi ki, su yox idi da orada, amma İsmailin ayağının altına su qaynadı. Burada da bir başqa, suya əl çatmır, üçün qoymurlar, yolu kesirlər, axır bir təhər su gətirməyə çalışır. Yəni, ikisi də baxırsan bir səhnədir, orada da bir ailə modeli var, burada da bir ailə modeli var. Amma indi gəlin bu ailələrə baxın da, gör nə qədər vəfalıdırlar, necə məsələn bu səhabələr, bir dənə duaların birində bir söz keçir, deyərdim ki, o səhabələrin bütün elə bir o kəlmədə, qısa bir kəlmədə Allah mahiyyətini qoyub ortaya. Həllət bi finaikə. Hüseyin, səndə həll oldular. Bilirsiniz, o bir qənd atarsan, qarşılarsan, yoxa çıxar. Belə bir yoxdur, amma var, tam mənada su içindədir ya. Bir mənada da yoxdur da, gözə görünmürlər. Hüseyin, bunlar səndə yox oldular. Elə bir hərəsi bir də İmam Hüseynin bir parçası oldu. Rövşən Məmdiri, hamısının etiqadı bir idi artıq, amalı bir idi, əqidə bir idi, qəlb bir yerə döyünür. Sanki elə bir dənə Hüseyndir. Hərəsi bir dənə bir parçadır, zərrədir. Yığışıblar bir yerə, gözəllər hamısı bir dənə gözəllik yaratdılar ki, bir əsər yaratdılar ki, bu əsər əsrlərdə yaşayır. İman məcburiyyət üzərində heç vaxt qurulmayıb, bu bütün dinlərin prinsipidir və biz din tarixinə baxanda da əslində bir dənə də nümunə yoxdur ki, orada məcburiyyət olsun. İsmailin qurban kəsilməsi atanın öz övladının məcburi qurbangaha aparma
prosesi deyil də. Burada İsmailin məşhur sözü var, Qurani-Kərimə düşüb, sən məni səbr edənlərdən, inşallah ki, sən məni səbr edənlərdən görəcəksən. Yəni, burada o seçimə özü razılıq vermişdi. Məcburiyyət olan yerdə iman yoxdur, dəyər yoxdur, prinsip yoxdur. Hətta müqəddəs şəxslərə, istər peyğəmbər olsun, istər imam olsun, istər Allah övliyalar olsun, onlara bağlılıq fərdə bağlılıq deyil. Yəni, bütün bu bağlılıq Allah mərkəzli bağlılıqdır. Əgər Allah buradan götürülsə, o peyğəmbərlərin və o müqəddəs şəxslərin dəyəri qalmaz. Bəzən yanlış anlayırlar. Elə bilirlər ki, İmam Hüseyndən danışanda burada şəxsə pərəstişlikdən danışılır. Və yaxud hansısa şəxsə bir emosional bağlılıqdır. Yox, bu Hüseyn ibn Əlinin təmsil elədiyi bir tohid məktəbi var. Bu tohid məktəbinin başlanğıcı gəlir Adəmdən, davam edir, gəlir İbrahimə, İsmailə, İshaqa və bu sistemin bir hissəsində də biz sonuncu peyğəmbər və onun ailəsinin mübarizəsini görürük. Hamısı eyni xəttdir və bu xəttdə legitimlik verən Allah mərkəzlilikdir, fərd mərkəzlilik deyil və bağlılıq da emosional bağlılıq deyil. Burada məsələn, əgər Hüseyn ibn Əlinin dəyərindən danışırıqsa, bu dəyər onun o məktəbə sadiqliyinə görədir. Və o bağlılığı hər kim göstərsə, yenə də eyni, belə deyim də, bir zövqlə ondan biz danışarıq da. Yəni, ona görə ki, o prinsiplərinə sadiqdir. Ona görə burada fərdə bağlılıq, o şəxsdir, burada şəxs getmir. Ola bilsin, adı heç Hüseyin olmazdı, tamam başqa bir adam olardı. Ərəb yox olardı, nə bilim, Kostarikalı. Fərq eləməyəcəkdir. Meksikalı. Bu hardasa doğulmalıdır da, bu hardasa yaşamalıdır da. Ona görə bunu səhv saldıqlarına görə anlaya bilmirlər ki, niyə bunlardan danışırıq. Daha bir sual. Əgər nəticə əvvəlcədən məlumdursa, ki, nəticəni əvvəlcədən bilirik, bu müqavimətin mənası nə idi? Baxın, bir nəticənin ərsəyə gəlməsində, fəlsəfin bir mövzudur əslində, dərin bir mövzudur da, bir nəticənin ərsəyə gəlməsində səbəblər yığışmalıdır bir yerə. Yəni, ona məsələn, fəlsəfədə deyirlər, səbəblərin tamamlanması. Yəni, bir dənə mövzu var hətta. Yəni, səbəblər yığışmalıdır bir yerə və nəticə də ərsəyə gəlməlidir. Mümkün deyil bir nəticə olsun, səbəb olmasın da. Bu bir məsələ. Və həmən səbəblərdən də biri bəşərin müqavimətidir, təlaşıdır, çalışmasıdır, səyidir. Nəinki onun tənbəlliyi, yatmağı. Yəni, o nəticəni ərsəyə gətirən müqavimətdir. O nəticəni ərsəyə gətirən insan cəhdidir, istiqamətidir, çalışmasıdır. Və belə baxanda, kompleks baxanda görürsən ki, onu bilmək və bilməmək heç şey dəyişmir. Tutaq ki, bir müəllim bilir ki, bu şagird bu uşağa baxan kimi simasından, tutaq ki, o biraz adam ictimai insan olanda, insanlarla çox kontaktda olanda, baxanda vəziyyəti tuta bilirsən də. Bilirsən ki, bunun axırı ara geyib çıxacaq. Hansı kinoda deyib, bu uşaq böyüməyəcək. Bu baxanda bilir ki, bu axırı hara geyib çıxacaq. Bu bilgi o demək deyil ki, məsələn, o bildi deyən o getdi oralara çatdı. Bilgi də heç nəyə dəyişmir də. Əslində, o kompleks baxılmalıdır, səbəblərlə birgə nəticəyə baxılmalıdır və müqavimət də səbəblərdən biridir. Yoxsa nəticə ərsəyə gəlməz. Ona görə əziz Allahımız Quranda neçə dənə yerdə deyir ki, sən eləməsən dəyişilməyəcək, sənə qalıb, sən cəhd eləsən alınacaq, sən addım atsan bu düzələcək. Yoxdur, sən bağlı qapıya qaçsan alınacaq. Amma görüm ki, nəsə eləyirsən də, yoxsa elə oturmuşsan, nəticə olsun. Nəticə sənin səbəb bir addımların olmalıdır, nəticə ərsəyə gəlsin belə. Qacarların dövründə bir alim olur. İqtisadi vəziyyəti pis olan vaxtı düşünür ki, hardan gəlir əldə eləyim? Yadına düşür ki, Qədirxum bayramında Qacar hökmdarı insanları yığır və onlara hədiyyə olaraq hansısa bir mükafatlar verir. Və orada da kimsə indi hansı bir şey gətirib verirlər o hökmdara, bu da əvəzində bayramdır, onlara bir bayramlıq payı verir. Alim deyir ki, elə yaxşı oldu, gedərəm bayram günü növbəyə dayanaram, növbəm çatanda padşaha bir hədiyyə verərəm, hədiyyənin müqabilində də bir pul alaram, güzəranımı keçindirərəm onu ilə. Düşünür ki, mən bu padşaha nə versəm padşaha layiq olar. Özü alimdir və fikirləşir ki, və gözəl də xəttat olur. Deyir, mən Həzrət Əlinin mali kəşlərə bir vəsiyyəti var, onu gözəl xətlə yazım, aparım, verim bunu padşaha. Çünki padşaha bundan gözəl nə bir hədiyyə ola bilər. Gözəl xətlə
Həzrət Əlinin Malik Əşrərə vəsiyyətnaməsini yazır, növbəyə dayanır. Növbəsi buna çatanda baxıb görür ki, bundan az hədiyyə verənlərə padşah böyük hissələrlə ləl-cəvahirat verir. Növbəsi çatanda deyir ki, bəs şah sağ olsun, bu Həzrət Əlinin vəsiyyətnaməsidir. Malik Əşrərə yazıb, padşah bunu baxır, qoyur kənara, çox sağ ol deyir və buna heç nə vermir. Bu da gedir, oturur bir kənarda, deyir ki, yəqin unutdu məni, yəqin böyük bir hədiyyə verir, ona görə məni kənarda otuzdurdu. Nəsə, biraz gedir, vaxt keçir, bu çıxıb məclisi tərk eləmək istəyəndə padşah işarə edir ki, əyləş. Yenə də gedir, görür ki, xəbər ətər yoxdur, məclis davam edir, hədiyyə də yoxdur. Getmək istəyir, əlinlə işarə edir, əyləş. Bütün hamı, qonaqlar gedəndən sonra padşah bunu çağırır yanına və içəridə olan bütün adamlara deyir ki, hamı sarayı tərk eləsin, otağı tərk eləsinlər. Otağı tərk eləyəndən sonra alimə qayıdır, deyir ki, Həzrət Əli bu vəsiyyətnamə var, Malik Əşrərə yazdı. Özü bu vəsiyyətnaməyə əməl edirdi, yoxsa etmirdi? Bu da sualın qəribəliyindən şoka düşür. Deyir, əlbəttə ki, özü əməl edirdi ki, bunu yazıb da. Deyir, özü bu Malik Əşrər Misirin valisi olur, ona vəsiyyətnamə yazır ki, yəni sən dövləti necə idarə eləyəsən, necə yəni cəmiyyəti idarə eləmək olar. Deyir, bu mövzulara özü əməl edirdisə, onun hakimiyyəti dövrü İslam tarixində ən keşməkeşli dövr oldu. Qısa müddətdən sonra da qətlə yetirdilər. Mən gül kimi yaşayıram da, bu vəsiyyətə də əməl eləmirəm, cəmiyyəti də idarə eləyirəm, heç bir problem də yoxdur. Hamı da məni sevir. Bu vəsiyyətə, yəni bir uğursuz vəsiyyətnaməyə mən niyə əməl etməliyəm? Alim qayıdır, ona deyir ki, Həzrət Əli 1400 il əvvəl bu vəsiyyətnaməni yazıb və o vaxtdan bu vaxta gör nə qədər vaxt keçib. Sən bu sözü mənə demək üçün saraydan bu qədər adamları çıxartdın, sağva solva baxdın ki, görün bu sözü kimsə eşidəcəkmi və mənim qulağıma pıçıltı ilə bunu deyirsənsə, Həzrət Əli bu əməl etdiyi vəsiyyətnamədə deməli o qalib gəlib, o məğlub olmayıb. 14 əsr keçib, onun adı hələm yaşayır. Bu günləri onun Qədirxum bayramıdır. Sən hədiyyələr paylayırsan, onun adından hakimiyyətdəsən və onun əksinə bir sözü də qorxa-qorxa deyirsən, padşah olmağına baxmayaraq. Deyir, deməli, Həzrət Əli məğlub olmayıb, o bu vəsiyyətə əməl etdiyinə görə. Biz indi uzun bir müddət keçib, ancaq Hüseyn ibn Əlidən danışırıq. Müxtəlif yerlərdə, istər müsəlman olsun, qeyri-müsəlman, onun şücaətindən, mübarizliyindən danışırlarsa, deməli, İmam Hüseyn öz hədəfinə çatdı və burada məğlubiyyətdən söhbət gedə bilməz. Sadəcə olaraq baxırsan, uğur, məğlubiyyəti nədə görürsən? Əgər dünyəvi səltənətdə görürsənsə, Hüseyn ibn Əli məğlub oldu. Çünki döyüşdə hamısı şəhid oldular, nəticə də olmadı. Yox, əgər qəlblərdə səltənətdən danışırıqsa, qəlblərdə hökmranlıqdan danışırıqsa, onda Hüseyn ibn Əli qalib oldu. Məktəb yaratmaqdan danışırıqsa, tarixə iz qoymaqdan danışırıqsa, Hüseyn ibn Əli qalib oldu. Bu dəqiqə o döyüşdə olan düşmənlərin adını da heç bilmirik. Bir-iki dənəsini bilirik. Onu da ona görə bilirik ki, Onlar Hüseyni qətlə yetiriblər. Hüseyni qətlə yetiriblər. Yenə də Hüseynin xatirinə Yenə də bilirik. Hüseynin xatirinə görə biz onları yadımızda saxlamışıq. Qalan personajların hamısını unutmuşuq. Bəzən deyirlər ki, məsələn, bu ölü tarixdir. İslam heç vaxt ölü tarixdən danışmır. Bunlar bir sosial modellərdir, bir psixoloji tiplərdir. Şimir tipi var, Yezid tipi var, Küfə sosial modeli var. Küfə nəyi təqdim edir? Küfəlilər sözdə haqla olub, risk məqamında qaçan fərarilər tipidir. İçdə Yezid bəsləyib, Şimir bəsləyib, sözdə Hüseynə sevgidən danışan bir tipdir. Hüseyni çıxar da onun yerinə istənilən şəxsin adını qoy, dəyərli şəxsin adını qoy. O tipləri biz günümüzdə görürük. İndi biz baxmalıyıq ki, biz hansı modeldəyik, hansı psixoloji tipdəyik? İsmail tipindəyikmi, İbrahimdəyikmi, Şimirdəyikmi və yaxud da ki, bizlər qavrunuq bəlkə, hansı ki, iqtisadi rifah sonuna səbəb oldu. Bəlkə o yox. Ona görə İslamın, Quranın təqdim elədiyi modellərdir, şəxslər deyil. Onun adını sil, orada olan tipi götür, həyatını tətbiq elə. Tarixə bax və öz yolunu cız. İnsan öz inancı uğrunda hər şeyi qurban verə bilərmi, yoxsa bunun da bir etik sərhədi olmalıdır? Axı, insan o, belə deyək də, irfanın
gözü ilə baxsaq məsələyə, nəzər irfanın dili ilə danışsaq, insan belə deyək də, fəlsəfədə belə bir mövzu var, deyir ki, həm başlanğıcda ona möhtacıq, həm gedişatda ona möhtacıq da. Nəinki məsələn, biri deyir, mən bir dənə əl tut, çəkil kənara, öz işimi quracam, yaşayacam da. Biz elə varlıq deyirik də, yəni hər an onun əlinə möhtacıq da. Biz elə bir ki, bələkdə olan uşağı da, ananın həmişə ağuşuna ehtiyacı olan bir uşağa bənziyirik. Bu məsələni belə götürsək, bizim hər nəyimiz varsa ondandır və hər nəyimiz də varsa elə o istədiyi kimi də sərf olunmalıdır. Bizim heç nəyimiz yoxdur. Heç özümüzün deyilik. Quranda bir maraqlı bir ayə keçir, çox maraqlıdır ki, Allah sizlərdən aldı, imanın əhlindən da deyir, canınızı aldı, demir, alacaq. Aldı. Keçmiş zamanda deyir. Keçmiş zamanda deyirsən nə mənada? Yəni sən sənin deyilsən. Sən əvvəldən mənimsən. Baxın, bizim fiqdə, şəriətdə, bizim leksikonda da var da, qəsbi anlayışı var. Məsələn, girərsən birinin bağından bir dənə almanı onun icazəsi olmadan götürməyə bir qəsb elədin də sanki, yedin, olmaz. Başqa almalardan fərqi var. Olmaz. Niyə cəmaatın həyətindən girmişsən? İcazəsiz bağından almanı oğurlamısan. Düz. Allah da Quran-ı Kərimdə insanı bağa bənzədir. Deyir ki, mən səni bitirdim yerdən. Bir bitkiyə, ağaca bənzədir. Sanki bir bağa bənzədir, belə deyək də. Bağ, biz bağıqsa o bağbandır da. O bağbandırsa biz onunuq. Biz onunuqsa o istəmədiyimiz yerdə, o istəmədiyi yerdə nəfəsi xərcləmək, nəfəsi qəsb eləməkdir. Artıq sən elə bil oğurlamısan nəfəsi, oğurlamısan saatı. Sən qəsbi yaşayırsan, sən düzgün yaşamırsan. Zaten sən onunsan. Ona görə də burada bir şey qalmadı. Deyirsiniz, məsələn, bir nəsə varmı? Yox, Allaha o zaten onunam. Nəyisə də verməyəcəm ona. Sadəcə o deyən kimi yaşayanda daha xoşbaxt olacağım. Çünki Allah məni mən üçün istəyir də. Özünə ehtiyacı yoxdur. Məni neynir o? Mən oldum, nə olacaq? Olmadım, nə olacaq? Amma mən ondan olsam kimsə ola bilərəm. Nəsə məna tapa bilərəm. Həyatda yerimi tapa bilərəm, mövqeyimi tapa bilərəm. Yəni, irfanın dilində insan şua misalındadır da, günəş kimi görməməlidir özünü. Dalğa misalındadır, dəniz kimi görməməlidir. Dalğa düzü coşur, görünən də odur. Amma altda dənizdir. O dəniz olmazsa dalğa neynəyəcək ki? Belə. Bir dəfə sizin belə bir sözünüz vardı, mən şimir rolunu oynamaq istəyərdim. Bizim hər də fikrimin üstündə dayanıram. Necə? Hər də fikrimin üstündə qalıram. Yəni, məsələn, biz Kərbala hadisəsinə baxanda ən çox mənim beynimə gələn mənfi personajlardır. Məni daha çox elə bir narahat eləyən, düşündürən onların tipləridir. Biz indi burada bütün hamısını əslində söhbətləri qurmuşuq haqq uğrunda mübarizə aparanların üzərində. Yəni, qaranlıq səmadakı parıldayan ulduzlardan danışırıq. O qaranlığı görmürük, o qaranlıqda, o qara dəlikdə nələr var. Şimir obrazı kimi. Məsələn, sizə nəyə görə Şimir çox maraqlıdır oynamaq? Yəni, məsələn, Əbülfəzil Abbası da oynaya bilərsiniz. Ancaq seçim olsa Şimiri seçərəm. Bu, əslində Şimirə pərəstiş mövzusu deyil də. Şimir sizə görə, mən elə düşünürəm, səhvəmsə düzəldin, Şimir sizə görə bəlkə də bu haqq savaşında o önəmli bir o məqamdır da. Bütün əslində o nuru bildirən də o zülmətdir. Bir də mənə görə Şimiri oynamaq, müsbət personajı oynamaqdan qat-qat çətindir. Yəni, hər adam məsələn Şimiri oynaya bilər. Çünki Şimirin rəngi də yoxdur. Şimirin rəngi də bilinmir nədir. Çünki mənə görə Şimir bugünkü dünyada materialistlərə bənzəyən bir kəsdir. Yəni, kimin pulu varsa diktə edir və onun tərəfində döyüşməyə bəlkə də İmam Hüseyin daha çox pul versəydi, bəlkə də Şimir İmam Hüseynin tərəfində döyüşərdi. Və bunun pis insan olmağı da elə bundadır. Və çox rəngsiz biridir və düşünürəm ki, onu çox belə, yəni mən necə eyni cavabı vermək istəyirəm, mən necə Hüseyin İbn Əlini tanıyıram, Şimiri də tanıyıram, amma Hüseyin İbn Əlini tanıtmağa ehtiyac yoxdur. Amma məncə Şimir kimləri tanıtmağa ehtiyac var.
Əslində qəşəng cavabdır. Yəni Şimir rəngsizdir, qəşəng ifadədir. Şimir rəngsizdir. Kim çox pul verirsə, güc kimdədirsə, kim nə bu qələmundur. keçir o tərəfə. Hə. Hətta orada maraqlı bir məqam var ki, Şimri canla təhdid eləyib döyüşə aparmadılar. Bunu sərvətlə qorxutdular ki, rey sənin əlindən çıxar. Hansısa şəhərin valiliyi əlindən çıxar, adamı bu cür narahat eləyib. Bu da qorxudur da, var dövləti itirmək qorxusu. Məsələn, mənə Kufəlilər də çox maraqlıdır. Kufə tipi o bir sosial modeldir də mənə görə. O mənə görə o yanında İmam Hüseynin yanında olan səhabələrdən də bəlkə çox belə qəribə və öyrənilməsi vacib olan tipologiyadır ki, bu necə bir şeydir? Sən tanıyırsan bunun atasının hakimiyyət illərində olmusan, ondan bəhrələnmisən, fayda götürmüsən. Nə qədər Həzrət Əlidən istifadə eləyiblər də bunlar. Burada maraqlı bir məqam ondan da ibarət idi ki, onlar İmam Hüseyni o qədər imam mövzusu belə təhrif olunmuşdu ki, onlar onu bəziləri bir tanıyırdı. Yaxşı insandır, amma Allahın seçdiyi bir şəxs, vəli deyil də. Yəni, çox gözəl insansan, amma bu qədər. Bir də Şimrin mövzusunda, Şimrin ən mühüm nöqtələrdən də biri budur. Ömər Səd %30.000-in üstündə o idi. Ömər Səd ilk gələndə fikri bu idi ki, gedərəm, vuruşu öldürmərəm də, fikrini dəyişərəm. O addım azdı da, maraqlı epizoddur. Deyir, gedərəm, fikrini dəyişərəm, gəldi, gördü, dəyişəmir onun fikrini. Dəyişə bilmir. Oradan yenə bir dənə Bin Ziyad xəbər göndərir ki, olmaq istəmirsənsə, başda Şimir var ha. Şimir orada elə bir alternativ kimi qoymuşlar Ömər Sədin yanında. Manipulyasiya. Əgər sən keçmək istəmirsən, nə qədər var? İkinci etap nə oldu bəs Ömər Səddə? İkinci etap bu idi ki, öldürərəm, tövbə eləyərəm. Və ikinci kömək eləyən bunu addımla. Onsuz mən eləməsəm eləyəcəklər də. İndi gələk bugünkü həyatımıza bəzi yanlışları insanlar niyə eləyir? Onsuz mən eləməsəm eləyəcəklər də. Mən bunu eləməsəm eləyən olacaq. Axı, niyə sən Şimr olasan ki? Niyə sən Ömər Səd olasan ki? Bütün bunların müqabilində hacı illər öncə, bəlkə bir 30 il bundan qabaq eşitdiyim bir söz var idi ki, hansı ki mənə İmam Hüseyni daha da sevdirdi. Bir hansı söz idi, bilmirəm nə qədər doğrudur. Dedi, əgər bütün bu müsibətə baxmayaraq İmam Hüseyn Şimri bağışlasa təəccüblənmə. Belə bir deyim olmalıdır ki, bura qədərdir fikriniz? Bəli. Belə bir deyir, əgər doğrudan da dönüş eləsəz, orada Kərbəlada İmam Hüseyin üzünü tutdu oradakılara. Dedi ki, əgər doğrudan da dönüş eləsəz, dayansız, tövbə eləsəz, yəni qayıtsız geriyə, vəziyyət dəyişilsə, mən sizi bağışlayaram. Bilirsiniz, axı tövbə elə bir mövzudur ki, Kamran müəllim, tövbə inqilabdır. Özü maraqlıdır, tövbə çox dini bir mövzu kimi danışırıqsa da, istəyirsinizsə bu çox belə fərqli bir mövzudur da, başqa bir aspektdən bunu təhlil eləmək olar. Mövzumuz o deyil. Tövbə bir inqilabdır, dəyişilməkdir. Sən olmursan. Başa düşürsən, bəzi vaxt sən olmursan, o qədər çətindir ki, çünki tikdiyin o binanı təzədən dağıtmalısan. Özü bina nə boyda? Yəni bunu sökməlisən, təzədən sıfırdan başlamalısan. Bunu sökmək özü bir dərd. Başlamaq başqa bir dərd. Tövbə eləmirəm. Qutardı, getdi, məsələ bitdi. Bunun çünki tövbənin sonrası ağırlaşır. İndi Şimir kimlərə, orada olan İmam Hüseyin əleyhissalamın sözlərindən də biri bu idi. Dönüş elə söz, dönüş eləyin, məsələ bitsin, düzəlsin. Amma onlar yenə eləmədilər. İnsan bəzi vaxtlar o günə qalır ki, da qayıda bilmir. Siz demişkən, vicdandır, vicdansızlaşır. Şimirdə, məsələn, Şimir əvvəldən də qətli düşünürdü. Yəni, onun potensialı var idi ki, ora qədər getsin. Ancaq orada Küfəlilərin bir qismi və yaxud da Ömər ibn Səd, bu personajlar haradasa ortada qalmış adamlar idi. Onlar gəldi kütlə psixologiyası ilə bunlar qətlə qol qoydular. Yəni, onlar neytral qalmış adamlardır və ən belə düşündürücü məqam da budur ki, Şimri haradasa anlayırsan. Şimir gəlib ki, şəxsi qətlə getirsin. Məbləğ var, bu var. Məbləğ var, Rey şəhərinin hakimliyi var. Bu bilinir də. Yəni, bunun niyyəti əvvəldən xəbisdir. O neytrallar var ha, gəldilər ki, qətliam olmayacaq. Ancaq qətliam olandan sonra
amansızcasına, vəhşicəsinə cumdular və başladılar qətlə yetirməyə. Yəni bunlar çox maraqlı bir tipologiyadır. Belə məşhur bir eksperiment var. Stanley Milgram'ın eksperimentidir. Deməli, Milgram belə bir eksperiment aparır. O dövrdə belə bir fikir yaranmışdı 2-ci Dünya müharibəsindən sonra. Fikir bundan ibarət idi. Çox vaxt amansız qətli törədən başda oturan o şeytanlar deyil. Onu, o amansızlığı törədən ortada olan neytrallardır. Yəni çox vaxt deyirsən ki, Hitler. Deyirsən ki, bütün bu qətliamı, bu faciələri Hitler törətdi. Ancaq baxıb görürlər ki, o milyonluq soyqırımı törədən ortada gəzən o vassallar idi. Yəni o elə bil deyir ki, bir nəfəri öldür, bu gedir bütün kəndi qırır. Bax o kəndi qıran, o qətliamın maştabını böyüdən ortada olanlardır. Milgram istəyir ki, bunu bir sosial psixoloji eksperiment halında sübut eləsin. Doğrudanmı belədir? O vaxtda Vyetnamdan da məlumatlar gəlir ki, Alman əskərləri gedib orada amansız qətliamlar törədiblər və bu baxıb görür ki, ümumiyyətlə o döyüşlərdə iştirak edən adamlar ailədə çox belə mələk olublar da. Bu mələk necə oldu, getdi bir günün içində bir dənə bütün kəndi yandırdı. Bu da fikirləşir, görür ki, bu fəlsəfi fikir hardasa uyğun gəlir. Eksperiment bundan ibarətdir, məşhur eksperimentdir. Deməli, orada şəxslər oturub, bu şəxslər hamısı aktyorlardır. Bunlar bilir ki, eksperimentdə iştirak edirlər. Bunların əlinə elektrik naqilləri qoşulub. Təsadüfi seçilmiş adamları gətirirlər, bunlara deyirlər ki, burada düymə var, düyməni basarsan. Və başlayırlar orada oturan adamlardan sual verməyə. Adi suallar. Deyirlər ki, sualı bilmədikcə düymələri bas. Düymələr də cərəyan şiddətinə görə dəyişir. 20 dərəcə, 30, 40, nə bilim 50 volt. Sonunda da qırmızı düymələrdir. Yəni bunu vursan öləcək. Bir suala cavab vermir, deyirlər 20 volt vurur. 30, 40. Yavaş-yavaş bunu başlayırlar vurmağa və oradakılar da başlayırlar qışqırmağa. Yalandan imitasiya edirlər ki, güya ki cərəyan vurdu bunları. Axırıncı suallara cavab verməyəndə göstəriş verir ki, bir nəfər də başının üstündə durub komandir kimi. Deyir ki, indi ölümcül şeyləri vur, düymələri bas. Əksəriyyəti ölümcül düymələri vururlar. Əksəriyyəti. Hansı ki, sıravi adi adamlardır. Ondan sonra belə bir nəticəyə gəlirlər ki, bunların iradəsini alan o avtoritetin nüfuzudur. Yəni o model var, rəhbər modeli. O rəhbər modeli hərdən pul paradan daha təsirli olur. Şimri başa düşdük, burada ortada pul var. Gözə girmək. Onun iradəsi Rəhbərin deyirlər. gözünə girim. Hə, o itir. İradə qalmır. O düşür kütlə atmosferinə və adam simasını itirir, gedir amansız qətillər törədir. Bir dənə də maraqlı sual var. Yaxşı, bu kütlə atmosferinə İmam Hüseynin yanında olan adamlar niyə düşmədi? Əslində kütlə hamısı Hüseynə qarşı idi. O qrup niyə düşmədi? Çünki onlarda da bir avtoritet modeli var idi. Ancaq o avtoritet modeli bunlarda haqqa söykənmişdi və o avtoritetə bağlılıq o qədər həddə idi ki, kütlə artıq onlara heç nə eləyə bilmirdi. Deməli, sən hər bir halda hansısa cəbhənin sərkərdəsinin təsiri altında olacaqsan. Ya haqda, ya da şər tərəfdə. Hər birinin öz imamı var da. Quran da deyir, qiyamətdə onları imamları ilə çağırarıq. Yəni, şər ordusunda imamlar rəhbərləri ilə çağıracaqlar. Haqq ordusu da imam və rəhbərlə gələcək. Ona görə bu dəqiqə sosial psixologiyada bundan danışırlar ki, ideal insan təqdimatı cəmiyyətdə çox önəmlidir. Sənin cəmiyyətin onlara təqdim elədiyin o müsbət və yaxud da mənfi, o avtoritar personajların rəngindədir. Bu əgər olsa əxlaqsız insanlar, olsa rəqqasələr, olsa nə bilim avaralar, qumarbazlar, cəmiyyətdə də bu dəb olacaq. Hamısı elə iradəsini itirib elə gedəcəklər o təsirə. Kufənin də o cümlə təhlilində də bu fikir deyilir ki, Kufəllər o gündə deyildilər. Valiləri pis oldu, o günlərə qaldılar. Ona görə hörmətli izləyicilər, avtoritet modelinizə fikir verin. Bu qədər.